Salam əziz şagirdlər, bugün sizlərə 5 aprel tarixində buraxılış imtahanına düşmüş riyaziyyat suallarının izahını təqdim edəcəm. Gəlin vaxt itirmədən keçək sualların izahına. Deməli, 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artdı? Deməli, bu məsələni iki üsulla həll etmək olar. Birinci üsul bundan ibarətdir ki, ilkin qiyməti hər zaman 100% qəbul edirik. 30 hektar 100%dirsə, 42 hektar neçə faizdir? X faiz kimi qəbul edirik. Çarpaz vururuq. Buradan x-i tapanda 42 vurulsun 100-ü böləcəyik 30-a. Sıfırlar getdi. 42-ni 3-ə böldükdə 14. 14-ü 10-a vurduqda 140%. Biz bunu 140% kimi götürmürük. 140-dan 100%-i çıxırıq. 40% deməli burada artım olub. Bu birinci yoldur. İkinci yol isə nədən ibarətdir uşaqlar? Artım düsturu var. Artımı bölürəm ilkin qiymətə. İlkin qiymətə və vururam 100%-ə. Deməli, artımım nə qədər olub? Artımı tapanda sonraki qiymətdən əvvəlki qiyməti çıxırıq. 12. 12 hektar artım olub. 12 hektarı 30 hektara bölürük, vururuq 100-ə. Deməli, 12 ilə 30-u hər tərəfini 3-ə ixtisar eləmək olar. Qaldı burada 10, burada qaldı 4. 100-ün 1 sıfırı ilə məxrəcdəki 10-un 1 sıfırı getdi. 4-ü də 10-a vurduqda 40%. Cavab hər iki üsulda da eyni qiyməti alırıq. Deməli, növbəti suala başlayırıq. 58-ci sual tənlikdir. Bir məcburi tənliklər mövzusunda bu misala aid bir çox tənliklər var. Gəlin həllinə baxaq. Deməli, çarpaz vurmaqla x-i 3-ə vuracam. 3x bərabərdir. -4 vurulsun 12. Deməli, burada 3 ilə 12-ni ixtisar edirəm. Hər tərəfini 3-ə. Qaldı burada 4. X-in qiymətini 4-ü 4-ə vurduqda, -4-ü 4-ə vurduqda, -16. Cavab D variantı. Tənliklər sistemidir. Deməli, buradan y bərabərdir 2x kimi qəbul edirik. Əvəz etmə üsulu ilə aşağıdakı tənliyin yerində y-in yerinə 2x yazırıq. 5x üstə gəl 2x-in cəmi 21-dir. 7x bərabərdir 21-ə. X-in qiyməti olur burada 3. X 3 düşsə, y-i tapanda 2 ilə x arasında vurma əməli var. 2-ni 3-ə vurduqda 6. Deməli, birinci y, sonra y-in qiyməti yazılmalıdır. X-i 3 tapdıq, y-i 6. 3, 6 olur bu variant. Növbəti. Deməli, K-nın hansı ən böyük qiymətində cəmi düzgün kəsirdir? Deməli, buradan görürəm ki, bu sonsuz dövrü onluq kəsirdir. Həm də qarışıq dövrdür. Hər ikisi qarışıq dövrdür. Bunu kəsr şəklində də yaza bilərik. Ancaq kəsr şəklində yazsaq yolumuzu uzatmış oluruq. Deməli, 0,4 dövrdə K necə yazılır? Yəni, burada K təkrarlanır. Digərində də 0,K dövrdə 4-dür. Burada 4-lər təkrarlanır. K-nın hansı ən böyük qiymətdən cəmi deyirsə tərəf-tərəfə topladıqda, deməli, biz K-nın yerinə neçə qoya bilərik? K-nın yerinə, tutaq ki, 5 qoysaq, 5, 9, 9, 9, 9, 0, tam 9. Bu 9-lar davam edir, yəni bu 0 tam dövrdə 9 deməkdir. Dövrdə 9-a bilirəm ki, məxrəcdə mötərizənin içindəki ədədlərin sayı qədər 9 yazılır. Surətdə isə mötərizənin içindəki ədəd yazılır. 9-da 9 1 deməkdir. Bu düzgün olmayan kəsirdir. Ancaq məndən deyir ki, düzgün kəsir olmalıdır. K-nın hansı ən böyük qiymətində? Deməli, K 5 qiymətini ala bilməz. 5-dən kiçik qiymətlər almalıdır. Ən böyük qiyməti bu aralıqda K 4 qiymətini ala bilər. Növbəti. Deməli, 61-ci sual. Düz xəttdən 4 sm məsafədə yerləşən nöqtədən, deməli, düz xətt çəkirəm. Ondan 4 sm məsafədə nöqtə çəkirəm. Deməli, məsafə dedikdə ilk ağlımıza gələn hündürlük olmalıdır. Deməli, bu perpendikulyardır. Hündürlük qarşı tərəfə perpendikulyar olur. Bu məsafə 4-dür. Yerləşən nöqtədən bu düz xəttdə hər birinin uzunluğu 5 sm olan 2 mayil çəkilir. Həm sol tərəfdən, həm də sağ tərəfdən mayilləri çəkirəm uşaqlar. Deməli, burada görürəm ki, 2 dənə düzbucaqlı üçbucaq əmələ gəlir. Bu düzbucaqlı üçbucağın hər birinin hipotenuzu 5-dir.
Kateti 4-dür. Pifaqor teoremi ilə mən digər kateti tapa bilərəm. Bu kateti tapmaq üçün hipotenuzun kvadratından çıxıram məlum olan katetin kvadratını. Yəni 25 çıxılsın 16, x-in kvadratı eləyəcək 9. X özü isə 3 eləyir. Deməli, bu da 3-dür, bu da 3-dür. Məndən istəyir ki, 2 mail çəkilmişdir. Maillərin oturacaqları arasındakı məsafəni tapın. A ilə B arasındakı məsafəni tapan zaman 3-ləri toplayacağım. 3 üstə gəl 3, cavab 6. A variantı. Növbəti. Deməli, əbub verilib mənə, A vur B hasili də verilib, A üstə gəl B cəmini tapmağımı istəyir. Deməli, bunu müxtəlif yollarla həll etmək olar, amma ən əlverişli üsul uşaqlar, əkob AB vurulsun əbub AB, bilirəm ki, A vur B-yə bərabərdir. Qiymətləri yerinə qoyuram. Burada mənə əkob AB məlum deyil. Əkob AB vurulsun əbub AB-ni 5 kimi qəbul edirik. A vur B-ni isə 75 qəbul edirik. Deməli, əkob AB tapan zaman hasili məlum vurğa bölməliyəm. 75-i 5-ə böldükdə cavab 15 alınır. Deməli, əkobum 15-dir, əbubum isə 5-dir və 15 5-ə bölünür. Demişdim ki, böyük ədədi əkob qəbul edirik. Əgər böyük ədəd kiçik ədədə bölünürsə, böyük ədəd əkobdur, kiçik ədəd isə əbubdur. Deməli, burada A 15-dir, B isə 5-dir. Bunların cəmi mənə 20-ni verir. Növbəti. Deməli, tənliyini həll etməyimizi istəyir. Gəlin baxaq. Görürəm ki, burada 2x minus 1, 2x üstə gəl 1. Bu kvadratlar fərqi düsturudur. A kvadratı minus B kvadratı. Bunun da açılışı 2x-in kvadratı 4x kvadratı minus 1-in kvadratı. Elə bilir. Çıxılsın. Mötərizənin qabağında mənfi işarəsi olduğuna görə mötərizəni açanda işarə mütləq dəyişməlidir uşaqlar. Yəni mənfi 4x-i x-ə vurduqda mənfi 4x-in kvadratı. Bunu bəzən şagirdlər çaşdırır. Deməli, x-i x-ə vurduqda əsasları eyni olduğuna görə, əgər qüvvət üsləri yoxdursa, mən bilirəm ki, burada 1 dayanır. Əsasları eyni olduğuna görə vurma əməli toplamanı bildirir. Qüvvətlər toplanır. Buradan x-in kvadratı əmələ gəlir. Yəni, mənfi 4x kvadratı buradan əmələ gəldi. Mənfi 4x-i mənfiyə vurduqda, mənfilərin sayı cüt sayda olduğuna görə cavab cüt sözündəki üç saytını yadda saxlayın demişdim. Yəni, müsbət olacaq. Müsbət. Müsbət 12x bərabərdir 35. Deməli, burada islahlar var. 4x kvadratından 4x kvadratını çıxdıq 0 alınır. X-ları gəlin bir tərəfə yığaq. Deməli, burada sadəcə 12x var. 35 mənfi 1-i bərabərliyin sağ tərəfinə keçirdikdə işarə mütləq dəyişəcək. Olacaq müsbət 1. 12x bərabərdir 36, x bərabərdir 12 ilə x arasında vurma əməli var. Vurğu tapan zaman 12-ni 36-nı bölməliyik 12-yə. Cavab 3. Növbəti. Deməli, uşaqlar, olarsa ifadənin qiymətini tapın. Bunu bəzi şagirdlər A-nın qiymətini yerinə qoyub da həll edir, amma bu uzun yoldur. İlk əvvəl sənə verilən ifadəni sadələşdirməlisən. 3 üstündə mənfi 2a vurulsun, 3 vurulsun, 3 üstündə 6a. Deməli, əsasları eynidir. Vurma əməli toplama əməlini bildirir. Əsası olduğu kimi saxlayıram, qüvvət üslərini toplayacağım. Deməli, burada biri mənfidir, biri müsbətdir. Modulu hansı böyükdür? İşarələri nəzərə almasaq 6 2-dən daha böyükdür. Ona görə böyükdən kiçiyə çıxıram, böyüyün işarəsini yazıram. 6-dan 2 çıxdıqda 4a. A-nın qiyməti də mənə verilmişdi ki, 4-də 1 kimi qəbul edir. Və bilirəm ki, 4 ilə A arasında, ədədlə dəyişən arasında vurma əməli var. 4-ü 4-də 1-ə vurduqda, bu 4-lər ixtisar olunur. 3 üstə 1. Cavab 3. Cavab 3 alınmalıdır, uşaqlar. Davam edirik. Dairənin radiusu 5 dəfə artsa, onun sahəsi neçə dəfə artar? Deməli, ilk əvvəl gəlin dairənin sahə düsturunu qeyd edək. Pi r kvadratı və yaxud da r bilirəm ki, diametrin yarısıdır. Buradan r-in yerinə d-ni də qiymətli yazsam, pi d kvadratı bölünsün 4 olur. Deməli, mənə buradan bu düsturdan yola çıxacağım. Və bilirəm ki, sahə radiusun
kvadratı ilə düz mütənasibdir. Radiusu mən 5 dəfə artırıramsa, sahə olacaq 25 dəfə artma. Burada 25 dəfə artma baş verəcək. Və yaxud da bunun əksi kimi belə bir misal verilə bilərsə, desək ki, məsələn, sahəni 64 dəfə artırmışıq. Onda radius necə dəyişər? Radius bilirsən ki, radiusun kvadratı sahə ilə düz mütənasibdir. Deməli, radius 8 dəfə artacaq. Davam edir uşaqlar. Yəni, burada cavab 25 olacaq. 25 dəfə artır. Radius 5 dəfə artırsa, sahə onun 2 qatı qədər artır. Aha. Deməli, AC 7 cm-dir. CB isə 14 cm-dir. Məndən AB parçasının uzunluğunu tapmağımı istəyir. Deməli, AB-nin uzunluğunu tapdıqda 4 ilə 17-ni toplayıram. Cavab 21 cm. Növbəti. Deməli, yadda saxlayın ki, uşaqlar, ədədlə belə kök işarəsi arasında vurma əməli var. Vurma əməli olduğunu unutmayın. Kök 25-dən bilirəm ki, 5 çıxır. 2 vurulsun 5, çıxılsın kök 16-dan 4 çıxır. Üstə gəl 2 vurulsun kök 9-dan 3 çıxır. Hesablayaq. 10 çıxılsın 4, üstə gəl 6. Cavab 12. Cavab 12 olmalı uşaqlar. Deməli, rahat sualdır. Əbub 30 və 36-nı tapın. 30 bilirəm ki, 5 vur 6 şəklində yazmaq olar. 36 da 6 vur 6-dır. Əbub nə idi? Ən böyük ortaq bölən. Deməli, hər ikisinin ortaq bölənini tapmalıyım. Hər ikisinin ortaq böləni nədir burada? 6. Cavab 6. Növbəti. Deməli, funksiyasının qrafik üzərində yerləşən və ordinatı 3 olan nöqtənin apsisini tapın. Deməli, ordinatı 3-dür. Bilirəm ki, y ordinatdır. X isə apsisdir. Deməli, ordinat 3-dür. Y-i harada görsəm, yerini 3 yazacağım uşaqlar. Gəlib burada 3 bərabərdir. 5x minus 17 yazırıq. Deməli, 5x olduğu kimi saxlayıram. Mənfi 17-ni bərabərliyin sol tərəfinə keçirirəm. Bu zaman işarə mütləq dəyişməlidir. 20 bərabərdir 5x. Buradan x vuruğunu tapan zaman hasili məlum vuruğa bölmək lazımdır. Cavab 4. Deməli, x-in 4 qiymətini aldıq. Aha, gəldik 71-ci suala. Deməli, yalnız Həsən, Əli, Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı adları qeyd edək. Həsən, Əli, Vüqar. Deməli, Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Məsələn, Vüqar x-dir uşaqlar. Həsən, Vüqarın 7 misli olur. 7x olur. Əlinin qazanma ehtimalının 2 mislidir. Deməli, Həsən Əlidən 2 dəfə çoxdur. Deməli, Əli Həsəndən 2 dəfə az olacaq. Bu olacaq onda 3,5x. Gəlin bu kəsirli ifadəni azad eləmək üçün hər tərəfini 2-yə vururam. Hər tərəfini 2-yə vursaq, bu eləyəcək 14x, bu eləyəcək 7x, bu isə 2x eləyəcək. Və bilirəm ki, hadisə hər zaman 1-ə bərabərdir. Bunların cəmini 1-ə bərabərləşdirsək, 14x üstə gəl 7x üstə gəl 2x bərabərdir 1. 21, 23x bərabərdir 1. Buradan x bərabərdir 23-də 1 alıram. Görək, indi məndən nə istəyir? Deməli, mən Vüqarı 23-də 1 aldım. Əlinin qazanma ehtimalı. Əlini 7x işarələmişdik. Onda 7x-dan deməli 23-də 1-i vuracam 7-yə, eləyəcək 23-də 7. Cavab D variantı. Kəsirini ixtisar edin. Aha. Deməli, gəlin baxaq. 4 vurulsun. Mən bunu parçalaya bilərəm. 12, 4 vurulsun 3. Üstündə n yazsaq. Deməli, burada uşaqlar çıxılması, yəni bölünməsini bildirir. 3n bölünsün 3 deməkdir. 3 üstü 1 vurulsun. 2n toplama isə vurmanı bildirir. Əsasları eyni olanda qüvvətləri toplayırıq. Vurulsun 2 üstü 1. Aha, gəlin sadələşdirək. Deməli, 4 vurulsun. Bu qüvvətdəki n həm 4-ə aiddir, həm də 3-ə aiddir. 4 üstü n
vurulsun 3 üstü n. Məxrəcdə 2n, 2 üstü 2n olduğu kimi saxlayıram. 2-ni olduğu kimi saxlayıram. 2 üstü 1, 2 deməkdir. 3 üstü n, elə 3 üstü n kimi. Bölmə zamanı bu 3 üstü 1 yuxarı qalxacaq. 3. Aha, gəlin ixtisar edək. Deməli, burada 3 üstü n'lər getdi. 4-ü 2-yə böldükdə 2 qalır. 4 n'dir uşaqlar. 4'ü mən 2'nin qüvvəti şəklində, kvadratı şəklində göstərsəm, 2 üstü 2n alır. Yəni 4n'in yerinə 2 üstü 2n yazsam, 4n'dən 2 üstü 2n getdi. Deməli, surətdə 2 vurulsun 3. Cavab 6. Növbəti. Deməli, 73-cü sualda diaqramda A və B çoxluqlarının ehtimallarının elementlərinin sayı haqqında məlumat verilib. Deməli, uşaqlar, bilirəm ki, bu hissə nədir? A-da olub, B-də olmayandır. Tam ortadakı hissə hər ikisinin ortağıdır. A ilə B-nin kəsişməsidir. Bu hissə isə B-də olub, A-da olmayan hissədir. Aha, indi gəlin. Bunlar əsasında bu misalı həll edək. A-da olub, B-də olmayanların sayının 4 misli. Yəni, A-da olub, B-də olmayanın yerinə bu ifadəni yazacağım. 4 vurulsun. 2x üstə gəl 8-i mötərizə içərisində yazırıq. Bərabərdir A ilə B-nin birləşməsinə. A ilə B-nin birləşməsi dedikdə, birləşmə nəyə bərabərdir? Gəlin xatırlayaq. Deməli, A-da olub, B-də olmayan, A ilə B-nin kəsişməsi və B-də olub, A-da olmayanların cəminə bərabərdir. Deməli, 2x üstə gəl 8, üstə gəl 3x üstə gəl 1, üstə gəl 4x üstə gəl 5. Aha, 4'ü vurduqda mötərizənin içinə hər bir həddən vuraq. Deməli, 8x üstə gəl 32 bərabərdir. 2x, 3x, 5x üstə gəl 4, 9x, 8, 1, 9, 9'un üzərinə 5 gəldikdə 14. Aha, 8x-i gətirirəm 9x-in yanına. Burada 8x müsbətdir. Bərabərliyin sol tərəfinə keçdikdə işarəsi dəyişəcək. 32, 14'ü də gətirirəm sərbəstin yanına. Bərabərliyin sol tərəfinə. 14 burada müsbət olduğundan sağ tərəf, sol tərəfə keçdikdə işarəsi olacaq mənfi. Deməli, x bərabərdir 18. X-in qiymətini 18 aldıq. Və bizdən nə istəyirdi uşaqlar? Bir dənə şərtlə diqqətlə oxuyaq. B-də olub, A-da olmayan. B-də olub, A-da olmayan ifadə 4x üstə gəl 5'dir. X-in yerinə 18 yazsam, 4 dəfə 18. 72 üstə gəl 5. Cavab 77. Aha, davam edirik 74-cü sualına. Deməli, uşaqlar, B bucağı D bucağına bərabərdir. Bu alifadsa D bucağı da bərabərdir. Deməli, AB OC-yə bərabərdir. AB OC-yə bərabərdir və 6-dır. AB 6-dır, OC də 6-dır. Qeyd elədik. AO 5-dir. CD-ni tapmaq istəyirik. CD-ni tapmaq istəyirik. CD-ni ilə X kimi qəbul edək. Deməli, ilk əvvəl oxşarlıqda üçbucaqları qeyd edək. AOB üçbucağı oxşardır. COD üçbucağının uşaqlar. Alfanın, birinci üçbucaqda alfanın qarşısındakı tərəf nədir? Alfa bucağının qarşısındakı tərəf AO'dur. AO 5'dir. Birinci üçbucaqda. İkinci üçbucaqda alfa bucağının qarşısındakı tərəf nədir? İkinci üçbucaqda alfanın qarşısındakı tərəf OC'dir. OC 6'dır. Deməli, indi tutaq ki, bunda gəlin beta bucağı işarədir. Bu betadırsa, bu da beta olur. Deməli, birinci üçbucaqda beta bucağının qarşısındakı tərəf AB 5 cm-dir. Digər üçbucaqda, ikinci üçbucaq, beta bucağının qarşısındakı tərəf CD-dir. CD X-dir. Gəlin nisbətləri quraq. Birinci üçbucaqda. Mən yuxarı birinci üçbucaq yazmışamsa, digər nisbətdə də birinci üçbucağı yazmalıyam, tərəfini yazmalıyam. Alfa bucağının qarşısındakı tərəf A10-un ikinci üçbucaqda həmin alfa bucağının qarşısındakı tərəf OC-yə nisbəti. Birinci üçbucaqda beta bucağının qarşısındakı tərəf AB-nin, ikinci üçbucaqda beta bucağının qarşısındakı CD-yə nisbəti. Aha. AO 5'in, OC 6'ya, beta yuxarıdakı 6'nın
AB 6-dır. CD x-a, yəni CD-ni elə CD kimi qəbul edək. 5 CD çarpaz vursam 36-dır. Buradan CD-ni tapdıqda 36-nı bölürük 5-ə. 7 tam onda 2. Bəli, 7 tam onda 2 elədi. Davam edirik növbəti sualla. Deməli 75-ci sual. ABCD düzbucaqlısında AM DM-ə perpendikulardır. Bu perpendikularlık işarəsidir. AB 6-dır. AB 6-dırsa, onda burada 6-dır. AM 12-dir. Deməli, bu düzbucaqlıdır uşaqlar. Bunun bütün bucaqları 90 dərəcədir. Bu da bütövlükdə 90-dır. Bu da bütövlükdə 90-dır. Və burada görürəm ki, düzbucaqlı bucaq əmələ gəlib. Baxın, bu hissədə düzbucaqlı bucaq var. Bu da düzbucaqlıdır, bu da düzbucaqlı bucaqdır. 3 dənə düzbucaqlı bucaq var. Və burada düzbucaqlı bucaq haqqında belə bir fikir var. Deməli, 6-dır, bu katet. Hipotenuz isə 12-dir. Deməli, onda bu bucaq 30 dərəcəymiş ki, 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısıdır. Bu 30-dursa, avtomatik buna 60 dərəcə düşəcək. Bu bütövlükdə 90-dır, onda bura 30 dərəcə düşəcək. Bu 30-dursa, onda bura uşaqlar nə qədər düşəcək? 60 dərəcə düşəcək. Bu 30-dursa, buna 60 dərəcə düşəcək. Deməli, mənə ADM bucağını, ADM. Mən buradan tapdım ki, ADM bucağı 60 dərəcədir. Davam edirəm. 76-cı sualım. Deməli, Rəhim birinci gün kitabın 40 sayfasını, birinci gün 40%-ni, %40 %40% 0,4x deməkdir. İkinci gün 5%-ni, %5. Bu 0,5x. Ümumi kitabı gəlin x-dan işarə edilir. Kitab x. Mən bilmirəm, nə qədər səhifəsi var kitabın. Deməli, ümumi bu 2 gündə neçə səhifə oxudum? Neçə faizini oxudum? 0,4x üstəgəl 0,5x. Bu elədirmi 0,45x? Bu oxudu. Oxudu 2 gündə. Qaldı, qalan. Qalanı tapan zaman qalanı tapanda uşaqlar x-dan çıxıram 0,45x. Bu eləcək 0,55x qalıb. Bu qaldı. Qalanı 110 səhifədir. Deməli, 55% 110-dursa, 110-dur. 110 səhifədir. 55% 110-dur. Onda 100% nə qədərdir? Kitab özü 100%-dir. X-dir. Kitab özü 100%-dir. Buradan x tapıram. Bu səhifədir. Bu da səhifədir. Çarpaz vursaq, deməli 100-ü 110-a vuracam. X-in əmsalını məxrəcə yazacam. Deməli, 55-dən 110, 55-in özünə ixtisar getdi. Burada qaldı 2. 200. Deməli, kitabın 200 səhifə mənim 100%-imdir. Kitab neçə səhifədir? 200 səhifə. Davam edirik. Bərabərsizliyin ən kiçik tam həllini tapın. Deməli, burada uşaqlar ilk əvvəl buna baxmalıyıq. 3 minus kök 10. Deməli, kök 10-dan heç nə çıxmayacaq. Ən yaxşısı biz 3-ü kök altına salaq. 3-ü kök altına salan zaman mütləq 3-ü, bu onun dərəcəsi nədir? Kök altında onun dərəcəsi burada 2-dir. O 2 görünməsə də biz bilirik ki, onun dərəcəsi 2-dir. 3-ü kvadrata həmin dərəcəyə uyğun qüvvətə yüksəldirik. Ondan sonra kök altına salırıq. Kök 9. Kök 9 çıxılsın kök 10. Bilirəm ki, kök 10 kök 9-dan daha böyükdür. Yəni, burada böyük ədədin işarəsi mənfidir. Kiçik ədədin işarəsi müsbətdir. Böyükdən kiçik çıxda böyüyün işarəsini yazırıq. Yəni, cavabım mənfi olacaq. Bu mənfidir. Mənfi, bu da mənfi olacaq. Yəni, mənfi x kiçikdir. Mənfi 5,5x-dan. 5,5-dən. Hər tərəfini mənfiyə böləndə, bərabərlikdə bilirəm ki, hər tərəfini mənfiyə böldükdə, vurduqda mütləq bərabərsizliyin işarəsi dəyişəcək. 5,5 olacaq. X böyükdür 5,5-dən. Ən kiçik tam ədəd dedikdə uşaqlar kəsirli ifadəni götürmür. Kəsir hissəsi 0 olmalıdır. Deməli, 5,5-dən böyük nədir? Da ki, 5,5 budur. Yəni, 5-dən böyük 6.
6 qiymətini buraya yazmalıyam. Davam edirik. Aha, 78-ci sual. Düz xətli yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu 2 ağac arasındakı məsafə bərabərdir. Hər qonşu 2 ağac arasındakı məsafə. Deməli, buradan bura qədər məsafə, buradan bura qədər məsafə hamısı bərabərdir. A və B ağaclardan biri S'dir. Aha, tutaq ki, burada bir dənə S ağacı var uşaqlar. A və S ağacları arasındakı məsafənin A və S ağaclarındakı deməli burada tutaq ki, bu S'dir, S buradadır. A və S ağacları arasındakı məsafənin S və B ağaclarındakı məsafəyə nisbəti 3-ün 4-dədir. Tutaq ki, buradan bura A-dan S-yə 3x-dir, S-dən B-yə 4x-dir. Və məsafə dedik ki, uşaqlar, məsələn, burada 2 dənə ağac əkmişəm. Bu birinci ağacım, ikinci ağacım. 2 ağac arasındakı məsafə nədir? 1 addımdır, elə deyilmi? Deməli, ağacların sayından bir vahid kiçik olur məsafə. Mənim 85 ağacım varsa, deməli 84 addımım var. Addım və yaxud da məsafə. 3x üstə gəl 4x-i bərabərləşdirirəm 84-ə. 7x 84-dür, x bərabərdir 12. Aha, x 12 tapdım. Deməli, 12 addım. Buna görə S ağacı A ağacından başlayaraq neçənci ağacdır? Deməli, A və S arasında 3x vuracam. 3'ü vuracam 12'ya. 36. 36 ağac var. Bu ağac sayıdır. Addım sayı. Dedim ki ne olacaq? 35 olacaq. Cavab 35. Neçənci ağacdır? 35-ci ağacdır. Aha, davam edirik. Növbəti. İti bucağının tənbüləni trapeziyanı iki oxşar üç bucağa ayırır. Yəni bir dənə trapeziya çəkək buradan. İti bucağı tutaq ki, buradan götürək. İti bucağının tənbülənini çəkdim. Niyə burada diagonal kimi çəkdim uşaqlar? Burada iki dənə oxşar üç bucaqlar əmələ gəldi. Əgər mən bu formada çəksəydim, tənbüləni bu formada çəksəydim, burada bir üç bucaq, bir dörd bucaqlı əmələ gələcəkdi. Amma mən şərti uyğun olaraq hərəkət eləməliyim. Bunu diagonal kimi çəkdik. Sonra nə deyir mənə? Oturacaqları, deməli, kiçik oturacaq 7-dir, böyük oturacaq 28-dir. Tənbüləndisə bu alfadırsa, bu da alfa olur uşaqlar. Bu alfadırsa, onda bu da alfa olur. Burada bərabər yanlış bucaq əmələ gəlirmi? Bəli, gəlir. Deməli, oturacaqlara bitişik bucaqlar bərabərdirsə, yan tərəfləri bərabər. Bu da 7 olur. Bunu, deməli, bunu bilmirəm. Bu x-dir, diagonalın uzunluğunu bilmirəm. Bu 7-dirsə, bu da 7 olur. Aha, gəlin baxaq. Onda bu betadır. Bu bucağı beta qəbul edək. Bu da beta oldu. Davam edirik. Deməli, biraz əvvəl oxşarlıq kimi yazacağım. Deməli, alfanın qarşısındakı tərəfinin, yəni 7-nin digər alfanın, digər üçbucaqda, bunu oxşar üçbucaqda, tutaq ki, A, B, C, D üçbucaqlar var. A, B, C üçbucağı, A, B, C üçbucağı oxşardır. A, C, D üçbucağına. Deməli, birinci üçbucaqda, bu birinci üçbucaqdır. Bu ikinci üçbucaqdır. Birinci üçbucaqda alfa bucağın qarşısındakı tərəf nədir? 7 sm. Birinci üçbucaqdakı alfanın qarşısındakı tərəfin, ikinci üçbucaqda alfanın qarşısındakı tərəfə nisbəti. Burada deməli uşaqlar, betanın qarşısındakı tərəfin, gəlin bir yazaq, betanın qarşısındakı tərəfin, məsələn x-in, digər tərəfdə betanın qarşısındakı tərəfin nisbəti yox. Burada belə olmalıdır. 7-nin x-a nisbəti, x-in də 28-ə nisbəti bu formada olmalıdır. Deməli, x kvadratı bərabərdir 7 vurulsun 28, x kvadratı bərabərdir 196. Deməli, buradan da 10, səhv eləmirəmsə 14. 14, 14'e vurduqda 4 dəfə 4, 16. Bir yadda 5, bəli. Bir dəfə 4, 4, bir dəfə, 196, yəni x-dan 14 çıxır. Deməli, bura 14'dür. Bu da oldu 14. Davam edirik növbəti misalla.
Deməli, sahəsi S2 düsturu ilə verilən düzbucaqlı formasında metal lövhədən, deməli, bütün bu S2-dir uşaqlar. Bu düzbucaqlı S2-dir. Sahəsi S1 düsturu ilə verilən düzbucaqlı formasında hissə kəsildi. Deməli, bura kəsildi. Bura kəsildi. Bu hissə qaldı mənə. Bu hissə qaldı. Aha, kəsildi. Şəkildə verilənlərə əsasən qalan hissənin M eni ilə enini X ilə işarə elədik. Aha, X-in hansı kiçik tam qiymətində məsələnin həlli var. Deməli, S2-dən S1-i çıxdıqda qalırmı mənə bu hissə? Bəli, qalır. Gəlin hesablayaq. S2-dən S1-i çıxmalıyam. S2 X kubu üstəgəl 2x kvadratı üstəgəl 8x üstəgəl 16 çıxılsın. Bunun qabağında çıxılsın oranda bunların hər birinin işarəsi dəyişəcək uşaqlar. Çıxılsın x-in kubu, çıxılsın x-in kvadratı, çıxsın 12x, çıxılsın 12. Aha, deməli, x kubu müsbətdir, x kubu mənfidir. Getdi. 2x kvadratından x kvadratını çıxdıqda x kvadratı qalır, 8x, bu da mənfi 12x. Bu eləyəcək mənfi, böyükdən kiçiyə çıxırıq, böyüyün işarəsini yazırıq. Deməli, bu müsbətdir, bu mənfidir. Böyüyün işarəsi mənfi olduğuna görə mənfi 4x, 16, 2. Hər biri, deməli, 16 çıxılsın 12-dir bu. 12-dir. 16-dan 12 çıxanda müsbət 4. Deməli, burada mən aldım ki, bu sahə, bu S3-dür. S3-ün sahəsi x kvadratı minus 4x üstəgəl 4-dür. Bu da müxtəsər vurma düsturuna görə fərqin kvadratıdır. Yəni, x minus 2-nin mötərizə kvadratının açılışıdır. Bunu da yaza bilərəmmi? X minus 2 vurulsun x minus 2. Qüvvətləri, əsasları eyni olanda qüvvətlər toplanır. Deməli, bunun bir tərəfi verilmişdir, x minus 2. Bir tərəfi x minus 2 idi. Onda bu tərəf m də x minus 2 olur uşaqlar. M-i x-dan işarə edin demişdi. X-in hansı ən kiçik tam qiymətində məsələnin həlli var? Ən kiçik tam qiyməti dedikdə, mən bura 2-dən 2 qoya bilmərəm. 2 qoysam cavab 0 olur. 2-dən kiçik qiymətlər də qoya bilmərəm. Deməli, bura yalnız 2-dən böyük qiymətlər qoymalıyım. X böyükdür, 2 olmalıdır. Ən kiçiyi də bu aralıqda x-in 3 qiymətində. Yəni, 3 çıxılsın 2, cavab 1 eləyir uşaqlar. Davam eləyirik. Sonuncu sualına. Deməli, tənliyi ilə verilmiş cevrənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Deməli, gəlin bunu müxtəsər vurma düsturuna tamamlayaq uşaqlar. X kvadratı, deməli, burada x-in əmsalı 1-dir. Bilirəm ki, düsturda A üstəgəl B-nin mötərizə kvadratının açılışında A kvadratı üstəgəl 2 vurulsun AB üstəgəl B kvadratıdır. Eyni ilə fərqin kvadratında da A kvadratı minus 2AB üstəgəl B-nin kvadratıdır. Və burada, deməli, 2-ni mən nəyə vuranda cavab 1 eləyəcək? 2 də 1-ə. Deməli, bu 2 vurulsun 2 də 1 x, aha, 2 də 1 x, üstəgəl 2 də 1-in kvadratı 4 də 1. Aha, bu tamamlandı. 4 də 1-i əlavə eləməliyimsə, mütləq 4 də 1-i çıxmalıyam uşaqlar. Davam edirəm. Növbəti mötərizədə y-in kvadratı çıxılsın. Deməli, burada çıxılsında 2-ni nəyə vuranda bu 2-lər ixtisar gedib 5 qalıb. Deməli, bu 2 vurulsun 2-də 5 y-iymiş. Üstəgəl 2-də 5-in də kvadratı 4-də 25. 4-də 25 əlavə edədiyim kimi çıxmalıyam. Bərabərdir 29 tam 10-da 5-ə. 29 tam 10-da 5-ə. Aha, deməli bu x üstəgəl 2-də 1-in mötərizə kvadratı üstəgəl y minus 2-də 5-in mötərizə kvadratı. Bu mənfi 4-də 1-i bərabərliyin o biri tərəfinə keçirəndə 29 tam 10-da 5 üstəgəl 4-də 1-i yaza bilərəmmi? Onluq kəsir kimi 0 tam %25 kimi. Bəli. Çıxdıqda 4-də 25-i 4-də 25-i də deməli 100-ə gətirsəm 100-ə gətirmək üçün məxrəci 25-ə vurdum. Bu eləyəcək 6 tam %25.
Deməli, bu 4-də 25-dir. Səhv eləmirəmsə, aha, 4-də. Deməli, 2-də 5-ə vurdum. 2-də 5-dən kvadratı da 4-də 25 elədi. 4-də 25 və yaxud da 25-i gəlin 4-ə bölək. 25-i 4-ə böldükdə 4-də 25, 6 dəfə 4, 24. Qaldı burada 1. 1-də 4 yoxdur. Avtomatik bura 10-da 4, 2 dəfə 8. 20-də 4, 6-dan 125. Bəli. 6 tam %25. Aha. Y üstə gəl 2-də 1 mötərizə kvadratı. Y minus 2-də 1, 2-də 5-in mötərizə kvadratı. Gəlin bunu alt-alta toplayaq. Deməli, 25, 25. Bu elədir 6,5. 6,5-in üzərinə 29,5-i gəldikdə burada 1 yadda, 6-nın üzərinə 9, 1 yadda, 6, 36. Deməli, r-in kvadratı, bu bilirəm ki, r-in kvadratıdır. R-in kvadratı 36-dırsa, r-i tapdım 6. R 6 oldu. Deməli, tənli ilə verilmiş çevrənin daxilinə çəkilmiş kvadratın. Çevrənin daxilinə kvadrat çəkilib uşaqlar. Deməli, çevrənin daxilinə kvadrat çəkilib. Bu çevrənin deməli diametrini bildim. Radius 6-dırsa, diametr oldu 12. Diametr oldu 12. Və bilirəm ki, bu x-la bu x bərabər. Çünki kvadratın bütün tərəfləri bərabərdir. 2x kvadratı bərabərdir 12 vurulsun 12. Muxtasar vurma düsturundan, yəni x-in kvadratı üstə gəl. X-in kvadratı vurulsun 12-nin kvadratı. 12-nin də kvadratını 12 vurulsun 12 yazdım. 12 ilə 2 getdi 6. X kvadratı elədi 72. Kvadratın sahəsini tapan zaman tərəfi tərəfinə vurmaq lazım. Yəni s bərabərdir s kvadratda. X vurulsun x. X kvadratı 72 tapdıq. Cavab 72. Bu da belə uşaqlar. Ümid edirəm izahları başa düşdünüz. Nə qaranlıq qaldısa kommentlərdə qeyd edə bilərsiniz. Deməli, hər bir buraxılış imtahanı verən 9-lara, 11-ci siniflərin hər birinə uğurlar arzulayıram. İnşallah ürəyiniz istədiyi kimi nəticələrlə çıxarsınız imtahandan.